Salam, əziz və hörmətli tədbir iştirakçıları. Hamınız xoş gəlmişsiniz. Bugün bura yığışmağımızın səbəbi görkəmli bəstəkar Şəfiqə Axundovanın 100 illiyinə həsr olunmuş tədbir proqramıdır. Gəlin ilk öncə Şəfiqə Axundovanın həyat və yaradıcılığına həsr olunmuş videorolik izləyək. Evimiz dağların oyununda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bir təbiətdə gördüyüm o süngər gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. O vaxt bu hisslərin nə demək olduğunu bilmirdim. Sonralar anladım ki, bu mənim musiqiyə bağlılığım imiş. Şərqdə opera yazan ilk qadın bəstəkar, atası tərəfindən cəzalandırılan, ailə həyatı alınmayan, yeganə oğlunun ölümündən xəbərsiz olan Şöhrət Orderinin xalq artisti Şəfiqə Axundova 1924-cü il yanvarın 25-i Şəkidə anadan olur. Kiçik yaşlarından qızının musiqiyə həvəsini görən atası Qulam kişi onu bu yoldan çəkindirmək, Şəfiqəni həkim kimi görmək istəyir. Atam çox ciddi adam idi. Evimizdə bir piano var idi. Həmişə onu qıfıllı saxlayırdı ki, mən çalmayayım. Amma musiqidən ayrıla bilmirdim. Atam isə qəzəbindən mənə cəzalar verirdi. Dəfələrlə qarlı, soyuqlu havalarda məni evə buraxmırdı. Bəlkə də elə o havaların təsirindən böyrəyimi itirdim. Demək, həqiqətən sənət qurban tələb edirmiş. Mənim də ilk qurbanım bu xəstəlik oldu. Anasının və bacısının dəstəyi ilə Şəfiqə Axundova Dahi Üzeyir Hacıbəyevlə tanış olur. Böyük bacım Zümrüd filologiya elmləri namizədi. Həyat yoldaşı isə tənqidçi alim Məmməd Arif Dadaşzadə idi. Onların ailəsində tez-tez görkəmli ziyalılar qonaqlardılar. Belə günlərin birində rayal arxasına keçib bəstələdiyim əsərlərdən birini ifa etdim. Mirzə İbrahimovun həyat yoldaşı Sara xanım dedi ki, mən bu dəqiqə Mirzəyə zəng edim, qoy o bu barədə Üzeyir bəylə danışsın. Səhəri gün bacım məni Üzeyir bəyin yanına apardı. Üzeyir bəy dedi ki, bu qızda yaradıcılıq qabiliyyəti var. Mütləq musiqi ilə ciddi məşğul olmalıdır. Elə o gündən bütün varlığımla sənətə bağlandım. Şəfiqə Axundova gəncliyində qısa müddət evli olur. Bu evlilikdən oğlu Talih dünyaya gəlir. Həyat yoldaşı onu başa düşmədiyi üçün ayrılırlar. Şəfiqə xanım bir daha ailə qurmur, özünü bütünlükdə sənətə həsr edir. Deyilənə görə İranda şah dövrü zamanı Azad Azərbaycan qadını adlı rüsvayçı bir məqalə dərc edilir. Həmin qəzetdə Şəfiqə xanımın da intim fotoları yer alır. Sovet dövründə bu məsələyə görə bəstəkarı hətta Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq izahat alırlar. Ancaq Şəfiqə xanım qətiyyətlə bunların yalan olduğunu söyləyir. Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutur. O həyat sən nə şirinsən, gözlərimin işığı sənsən, hardasan sevgilim gəl, gəl ey səhər, dostlar olmasa gözlərinə toxundu, gecələr yuxusuz qoymusan məni, yenə sənsiz bu axşam, nə üçün gəlməz, ürəyim səni anar, yaraşıqlı kəndimiz kimi dillər əzbəri olan 500-ə qədər mahnı və romansın müəllifidir. Mahnılarını Rübabə Muradova, Flora Kərimova, Gülağa Məmmədov, Səkinə İsmailova, Anadolu Qəniyev və digər məşhur müğənnilər ifa edirlər. 1972-ci ildə Gəlin Qayası operasını yazmaqla adını Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə yazdırır. Ev bizim, sir bizim operettasının, simli kvartet üçün pyeslərin, simfonik orkestr üçün suitaların, xor üçün silsilələrin, Aydın, Əlvidə Hindistan, Nə üçün yaşayırsan, qaynana tamaşalarının musiqisinin, uşaqlar üçün Əziz müəllim, Doğma məktəb, Əkiz bacılar, Zümrüd, Pişik, Kukla, Bacılar mahnılarının müəllifidir. Bir dəfə qonşuluğunda yaşayan iki qadının 2 gün sonra isə teatrda 2 nəfərin dalaşdığını görür. Bu hadisələrdən təsirlənən bəstəkar Mehriban Ulaq mahnısını yazır. Məşhur mahnılarından olan Laylayı isə oğluna həsr edir. Daha çox pianocu kimi tanınan oğlu Talih Hacıyev həm də istedadlı bəstəkar idi. Çoxlarına məlum olmasa da belə qəmli Dayanma mahnısı onun bəstəsidir. Talih uzun illər ruhi xəstəlikdən əziyyət çəkir. Bu 2008-ci il iyulun 26-sı Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir. Oğlunun ölümünü Şəfiqə xanımdan 40 gün gizlədirlər. Bu hadisədən sonra bəstəkar artıq yaradıcılıqla məşğul ola bilmir. Müsahibələrdən birində Şəfiqə xanım necəsi sualına sizcə övladı ölən ana necə olar deyə cavab verir. Ağır ürək xəstəliyi keçirən Şəfiqə Axundova oğlu Talihdən 5 il sonra onun vəfat etdiyi gün 2013-cü il iyulun 26-sı dünyasını dəyişir, 2-ci Fəxri Xiyabanda torpağa tapşırılır. Alanır, mən
bu güzel torpaq, ana yurdumuzdan düşməni qovaq. Bizimdir sevimli bu güzel torpaq, ana yurdumuzdan düşməni qovaq. Nə dedim? İfa edir məktəbin müəllimi Məmmədova Eliyana. Müşahidə edir məktəbin xalq çalğı alətləri ansamblı. Ansamblın bəldi rəhbəri Tarda Həziyev Mürlər, Kamançada Rəhmanov Feruz, Qarmında Səfərov Tarih, Nağarada Əlizadə Fərmayil, nəfəsli alətlərdə Abbasov Kamil və elektropiyanada Fərəzov Sami.
Buyur ikinci sınıf şagirdi Ramazanzadə Ramazan. Çınar və mən kamançada ifa edib məktəbin müəllimi Rəhmanov Feruz.
başlayır 4-cü sinif şagirdi Əsgərov Ruslan.
Harmonda ifa edib məktəbin müəllimi Səfərov Tarix. Gözlerimin ışığı sensin. Okuyur məktəbin 3-cü sinif şagirdi Feyziyev Zöhra.
Təpədan və Nəhrəmzadə Tuman. Fortepianoda ifa edir 7-ci sinif şagirdi.
Mehriban olar, oxuyurlar 3-cü sinif şagirdləri Məhərrəmova Xədicə və Baxşızadə Aya. Belə qəmli dayanma. Oxuyur məktəbin müəllimi Məmmədova Elyan. Senin
məktəbin xalq çağı alətləri ansamblı. İndi isə istərdim ki, Şadablan müəllimə dəvət edək, öz sözlərini olsun, söyləsin. Hoş gördük. Bugün alamatlar günün karşılığındayız. Karşıdan 8 Mart Beynəlxalq Qadınlar Bayramı gəlir. İlk öncə karşıdan gələn bayram münasibətilə hər birinizi təbrik edirəm. Karşıdan gələn Novruz çərşəbələrində, Novruz bayramında hər birinizin özünüzə sağlamlıq, ailənizə sağlamlıq, evinizə ruzi bərəkət, şən günlər arzulayıram. Bugün məlumunuz olsun ki, mənim axırıncı rəsmi iş günümdür və hamınıza arzulayıram ki, belə bir yine çatasız sağlamlığına, sağlığına mənə qismət olub, əmək fəaliyyətimi bu məktəbdən başlamışam. Yəqin axırıncı çıxışımı da burada edirəm indi bugün. Gələcəkdə yenə sizinləyəm. Uzağa getmirəm, elə bu rayonda yaşayıram. Hər vaxt dəvət edərsiniz, tədbirlərinizdə iştirak etməyə hazıram. Əmək fəaliyyətimi dedim ki, bu məktəbdən başlamışam. O pokoleniyadan belə deyək ki, təkbik insanlardır. Əksəriyyətin burada çalışan müəllimlərin bir neçəsini hələ özüm işə götürmüşəm. 7 ildən biraz çox, yəni 7 il yarıma yaxın mən burada direktor işləmişəm. Müəyyən müəllimlik fəaliyyətimdən sonra və nəhayət bilirsiniz ki, rayon mənə şöbəsinə rəhbərlik eləmişəm. 20 ildən çoxdur sahada işləyirəm. Məni həmişə dəstəklədiyinizə görə tədbirlərinizdə mən həmişə iştirak edirəm. Müəllim kollektivinə,
başta Leyla xanım olmaqla təşəkkürümü bildirirəm. Hamınıza işinizdə uğurlar arzu edirəm. Vallahi burada durup danışmaq biraz çətin gəlir belə bir gündə. Mən bugünkü tədbirə çox belə ləzzətlə qulaq astım, baxdım. Şəfiqə Axundova elə bir bəstəkarlardandır ki, hər bir melodiyası təkrarsızdır. Bir balaca bir söz deyim, indiki mahnı düzəldənlər onun hər bir mahnısından 3 dənə mahnı düzəldə bilərlər, o melodiyalardan istifadə edeyim. Mən bəstəkar demirəm, onlar özlərini bəstəkar adlandırırlar. Sonuncu rəqsdə görür nə qədər melodiyalar var idi oradakı, hər birinin öz ayrılıqda belə deyək, aurası var idi. Mən Elena müəlliməyə təşəkkürümü bildirirəm ki, bu çətin mahnıları uşaqların ifasında səsləndirdi bura. Özü də çıxış elədi. Təşəkkürümü bildirirəm. Bilin, uşaqların eşitdiyi bugünkü mahnılar heç də bu mahnılara uyğun deyil. Və bu mahnının uşağın beyninə yeridib öyrətmək özü də bir igidlik istəyir, belə deyək, sərişdə lazımdır. Onu eləmişsinizsə çox sağ olun. Və borcumuzdur. Biz Çingiz müəllimlə həmin dövrü yaşamışıq. Həmin dövrədə qayıtdıq bir anlığa. Soruşdum, rəhmətli Talih sizlə oxuyurdu, dedi, yox, bir kurs yuxarıda oxuyurdu. Oktay Muxtar gilindən oxuyurdu. Mənə də qismət olub, Şəfiqə Axundovanın evində də olmuşam, belə deyək ki. Yəni biz o dövrü yaşamışıq, o dövrün bəstəkarlarını görmüşük, o melodiyaları eşitmişik. İndiki bugünkü dövrün melodiyaları heç də bizi qane eləmir, belə deyək, bizim patologiyada olan insanları, bizim yaşda olan insanları qane eləmir. Amma bizim borcumuzdur. Çox gözəl ansambl var, təşəkkür edirəm, gözəl müşayiət var. Yəni, çalışmaqla hər şeyi əldə eləmək olar. Peşəkar müəllim kollektivi, bundan sonra da hər xırdalığa, mahnının görürsünüz, müşahiətdə xırdalıqlar var. Onları da edirsinizsə, çox sağ olun. Balaca səhnədə texniki cəhətdən imkanlar zəifdir. Böyük arenada, böyük qüvvə ilə işləmək mümkündür. Sizə də təşəkkürümü bildirirəm, çox sağ olun. Leyla xanım, bugün Anar müəllim bizim regional idarənin nümayəndəsi olaraq Bəxtiyar müəllimin köşəsinə gəlib burada bugünkü tədbirimizdə iştirak edir. Ona da təşəkkürümü bildirirəm ki, bugün regional idarənin nümayəndəsi kimi bizim məktəbin tədbirində iştirak edir və bir daha hər birinizi mən qarşıdan gələn 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Can sağlığı, işlərinizdə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Sağ olun Şadallah müəllim. İstərdim ki, səhnəyə Çingiz müəllimi dəvət edin. Buyursun, səhnədə. Hamınız hoş gəlmişsiniz. Bir də hoş gördüyüm sizə, Şadallah müəllim. Anar müəllim, Allah sizə versin, gəlmişsiniz, bizim bu məclisimizə qoşulmuşsunuz, bizə çox xoş olur. Bu konserti biz 8 Mart günü Şəfiqə Axundovanın birciliyindən qəsdlənmişdik və mənə belə gəlmiş ki, uğurlu alındı. Təşəkkür edirəm mən də, Allah sizə versin, zəhməti böyük oldu. Bir də məqamdan istifadə etmək istəyirəm bizim əziz qadınlarımızı, müəllimlərimizi, çox hörmətli qadınlarımızı bu 8 Mart bayramı ilə təbrik edəyim. Sizə can sağlığı arzulayım. Sizə xoş günlər arzulayım. Əsas ailə saadəti olsun və sizi ancaq uğurlar bu həyatda həmişə yanınızda olsun, uğur içində olasınız. Təbrik edirəm. Güzel Şadallah müəllimi də təbrik eləmək istəyirəm. Sağ ol Şadallah müəllimi də ad günüdür. Allah ona can sağlığı versin. O deyir ki, axırıncı günümdür, gedirəm falan deyirəm. Deyir, getsəm də heç yerə gedə bilməzsiniz. Həmişə buradasınız. Yəni sizin bu məktəbdə, Astara şəhərində zəhmətiniz böyük olur. Biz bir yerdə oxumuşuq, müəllim bir kurs, 2 kurs aşağı oxumuşuq. 2 kurs aşağı oxumuşuq. Ancaq ki, bu şəhərsin, bu məktəbsin, sizin zəhmətiniz çox böyük olur. Yəni, mən gəlmişəm, mən bunları işidirəm, görmüşəm və mənə çox xoş oldu ki, yəni biz yenə biz məktəb tutarmışıq, oxumuşuq, dostluq eləmişik və
xoş oldu ki, mənə də qismət oldu burada işləmək və hamımızla bu kollektivlə bir yerdə olmaq. Bir də səmimi qəlbdən hamısınızın adından təbrik edirəm bütün əziz qadınları. Gələn günlərimiz xeyirli olsun. Gələn gün bayramlarımız da, Novruz bayramı da, Çərşənbəmiz də mübarək olsun inşallah. Sağ olun. Sağ olun. Fürsətdən istifadə edib, mən də öz adımdan hər bir kəsi, bütün qadınları, burada oturan bütün qadınların 8 Mart Qadınlar Bayramını təbrik edirəm. Hamınıza möhkəm can sağlığı, iş həyatınızda uğurlar və ailə həyatınızda da xoşbəxtlik arzulayıram. İstərdim ki, sözü məktəbimizin direktoru Meylə İskəndərova verək, o da özbək sözlərini görsün deyə istərdim. Salam hörmətli qonaqlar, əziz valideynlər, sevgili şagirdlər, hər birinizi xoş gördük. Bu günləri bildiyimiz kimi bizim görkəmli bəstəkarımız Şəfiqə Axundovanın 100 illiyinə həsr olunmuş konsert proqramını dinlədik. Mən bugün bu əvəz olunmaz bəstəkarın, yəni gördünüz ki, mahnıları Şadova müəllim də bayaq qeyd elədi, bir-birindən çətin bir melodiyası və bugünkü bu melodiyanı ustalıqla ifa edən və bu bugünkü konsertin öhdəsindən çox böyük məharətlə gələn mən Elyan müəllimlərdən təşəkkürünü bildirirəm. Bugünkü burada Xalq Çalğı Alətləri Şöbəsinin müdürünə, bütün müəllimlərinə, ansamblın rəhbərlərinə, hər birinizə çox sağ olun, əziz dəyərli müəllimlər və qonaqlara da təşəkkür edirəm ki, bugünkü siz öz dəyərli vaxtınızı bizə sərf etmişsiniz. Çox sağ olun, Anar müəllim, Şadoğlan müəllim, hər biriniz sağ olsun. Şəfiqə Axundova elə bir bəstəkardır ki, onun bəstələrini dinləyərkən insan istər-istəməz düşündürür və onun yaradıcılığına mən nəzər salarkən gördüm ki, yəni bu insan o qədər sənət fədaisi olur ki, hətta sənətinə görə öz ailəsindən belə ayrılır və bu ayrılıq məqamında da həmin bu ayrılıq mahnısını biz dinlədik və ona görə də yazmışdır. Bu günləri burada bizim yəni bayram-bayrama qarşıdır. Mən qarşıdan gələn bütün bayramlar münasibətində, sabahki 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə burada kollektivimizdə çalışan bütün qadın müəllimələri, kişi müəllimləri, yoldaşlarını, bacıları, qardaşları, anaları hər birini təbrik edirəm. Möhkəm can sağlığı arzulayıram. Və bayaqları Şadoğlan müəllim qeyd elədi ki, bu illəri onun yəni pedaqoji fəaliyyətinin axırıncı günü olsa da, yəni deyib buradan başlayırdı pedaqoji fəaliyyətinə. Mən uzun-uzadı danışmaq istəməzdim. İstərdim ki, biz bir balaca monitora nəzər salaq. Şadoğlan müəllimin həyat və yaradıcılığını birlikdə izləyək. Bayramov Şadoğlan Xanoğlanoğlu 8 Mart 1960-cı ildə Astara rayonunun Şirkaran kəndində anadan olmuşdur. Şadoğlan Bayramov 1976-cı ildə Lənkəran Orta İxtisas Musiqi Məktəbinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1980-85-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış və tarix ixtisası üzrə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1985-ci ilin sentyabr ayında Astara Uşaq Musiqi Məktəbinə tarix ixtisası üzrə müəllim təyin edilmiş. 1987-ci illərdə ordu sıralarında xidməti yerinə yetirdikdən sonra yenidən Astara Uşaq Musiqi Məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Təşkilatçılıq bacarığını nəzərə alaraq 1997-ci ilin mart ayından Astara Uşaq Musiqi Məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə rayonda istedadlı gənclərin meydana çıxarılması, musiqi məktəbinin maddi-texniki bazasının yenidən qurulması, istedadlı uşaqların və ixtisaslı kadrların məktəbə cəlb edilməsinə səy göstərmiş, bu müddətdə məktəbin şagirdləri Respublikada keçirilən müsabiqələrdə müvəffəqiyyətlə çıxış edərək Mədəniyyət Nazirliyinin diplom və təxriyə fərmanlarına layiq görülmüşlər.
Eyni zamanda Şadoğlan Bayramov peşəkar ifaçı kimi rayonun musiqi kollektivləri ilə beynəlxalq və respublika müsabiqələrində iştirak etmişdir. Bu uğurların nəticəsi olaraq 2002-ci ildən başlayaraq ilk dəfə uşaq muğam ifaçılarının respublika müsabiqəsi Astara şəhərində keçirilmişdir. Şadoğlan Bayramov 2004-cü ilin iyun ayından Astara rayon mədəniyyət şöbəsinə müdir vəzifəsinə təyin olunmuş, 2016-cı ilin noyabr ayına da bu vəzifədə çalışmışdır. Hazırda Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə vəzifəsində işləyir. İşlədiyi müddətdə rayonda mədəniyyət məsələlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, inkişafı, yeni kollektivlərin yaradılmasında, rayonda keçirilən bütün mütəbər tədbirlərin təşkili və keçirilməsində yüksək peşəkarlıq göstərmiş, rəhbər işçi kimi ona verilmiş tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 2002, 2004, 2006, 2008, 2010-cu illərdə rayonda keçirilən uşaq muğam ifaçılarının respublika müsabiqəsinin keçirilməsində və ilk dəfə 2005-ci il Astarada keçirilən azsaylı xalqların Respublika Folklor Festivalında yüksək təşkilatçılıq göstərmişdir. Şadoğlan Bayramov Respublikada keçirilən bir sıra beynəlxalq forum və konferanslarda iştirak etmiş, rəhbərlik etdiyi kollektivlərlə Türkiyənin Ankara şəhərində uluslararası festivalında 1993-98-ci illərdə ümummilli lider Heydər Əliyevin prezident seçilməsi münasibəti ilə and içmə mərasimlərinə həsr olunmuş tədbirlərdə, milli azlıqların incəsənəti festivallarında, Bakı şəhərində Rostropoviçin qarşılanma mərasimində, 2009-cu ildə Biz Azərbaycanın övladlarıyıq incəsənət festivalında, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Azərbaycan Doğma Diyar incəsənət festivallarında, eyni zamanda 2010-2014-cü illərdə ölkə prezidenti Cənab İlham Əliyevin iştirak etdiyi Bakı şəhəri dənizkənarı bulvarda keçirilən Novruz bayramı şənliklərində Cənub bölgəsinin folklorunu, etnografiyasını nümayiş etdirərək müvəffəqiyyətlə iştirak etmişdir. Şadoğlan Bayramov eləcə də rəhbərlik etdiyi kollektivlərlə 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzun Ömürlülərin Yaradıcılıq Festivalında, Şəki İpək Yolu 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Yuxarı Karvansaray Mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının iştirakı ilə keçirilən tədbirlərdə iştirak etmişdir. Rəhbərlik etdiyi kollektiv 9 aprel 2017-ci il tarixdə 4-cü İslam Hərbəylik oyunlarının Astara rayonunda keçirilən su səyahəti tədbirində müvəffəqiyyətlə çıxış etmişdir. Şadoğlan Bayramov beynəlxalq turizm sertifikatlı mütəxəssis kimi rayonda turizm marşrutlarının yaradılması, tarixi abidələrinin tətbiqi və təbliği, eyni zamanda Talış folklor nümunələrinin yığılıb nota salınması sahəsində əhəmiyyətli işlərə imza atmışdır. Onun Tərbiyə Şabanova ilə birlikdə Talış folklor nümunələrindən ibarət Talış bölgələrinin nəğmələr adlı kitabı çap edilmişdir. O, 30 ildən çox müddətdə musiqi rəhbəri kimi Kapalovskiya Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən Əvəsov Folklor Xalq kollektivinin musiqi repertuarının zənginləşdirilməsi, inkişafı, kollektivlə respublikada, eləcə də respublikadan kənarda bir sıra tədbirlərdə iştirak etmişdir. Şadoğlan Bayramov rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlara məsuliyyətlə yanaşaraq rayonda mədəniyyətin, incəsənətin inkişafı və təbliği sahəsində öz işini müvəffəqiyyətlə davam etdirmişdir.
xanım mənə qabaqcadan desəydi ki, belə bir təqdimat hazırlayır. Təqdimat üçün o dövrün şəkillərini də verərdim. Daha maraqlı ola bilərdi. Çalışın gizli eləməyin də bəzi şeylər. Sürpriz olmazdı deyir ki, qonşudan bir şəkil alardı mənim şəkil. Deyir ki, başqasına Çingiz müəllimə deyərsən. Mən də Çingiz müəllimə göndərərdim, götürərdim. Təşəkkür edirəm, çox sağ olun. Belə bir oxuyuram, görürəm ki, hə. Mənə həsr olunub. Çox sağ olun deyirəm. Qaydaya görə desən tortu üfürürlər, hə? Bəli, bəli. Mən də üfürürəm. Hamımıza sağlamlıq arzulayıram. Sağ olun, Peşəsini layiqlidir istəyirsən. Çalışdığın müddətdə müəllimlərin sevincini qazanır. Dəyərli şadollar müəllim. Uğur hər zaman sizin olur. Bu kollektiv şadollar sizə bizim kiçik bir hədiyyəmizdir. Siz bundan da böyük hədiyyələrə, bundan da yüksək zirvələrə layiqsiniz. Çünki siz Astaranın mədəniyyətində, inkişafında, formalaşmasında, tədbirində, təşkilində, hər bir şeydə böyük necə deyərlər, düşər görürsünüz. Demək olar ki, şadollar müəllim canlı istifadə edir. Sağ olun. Çok teşekkür ederim.